Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxarıq ikinci bölmə üzrə olan ümumiləşdirici tapşırıqlar hissəsindən məsələlərin izahlarına. Başlayaq birinci sualdan. Azər qırmızı kitablardan birini rəfin aşağı gözündən yuxarı gözünə qoyur. Azər bu zaman iş görürmü? Biz demişdik ki, əgər cismi yerdən uzaqlaşdırırıqsa, yəni cisimlə yer arasındakı məsafə dəyişirsə, yəni artır və azalırsa, artırılırsa cisimlə yer arasındakı məsafə demək ki, burada ağırlıq qüvvəsinə qarşı iş görülür. Ağırlıq qüvvəsinə qarşı görülən iş də hansı düsturla hesablanırdı? A bərabərdir mgh düsturuna görə. İndi burada Azər kitabı rəfin birinci mərtəbəsindən üçüncü mərtəbəsinə qaldırır, cismi yerdən uzaqlaşdırır. Yerdən uzaqlaşdırırsa demək ki, burada ağırlıq qüvvəsinə qarşı iş görür. İndi birinci sualda iş görürmü deyir, cavabımız olmalıdır bəli. İkinci sual. Yuxarı rəfə qoyulan kitabın potensial enerjisi necə dəyişir? Potensial enerjinin ifadəsinə görə Y potensial bərabərdir mgh. Bilirik ki, potensial enerji cisimlə yer arasında olan məsafədən asılıdır. Yəni, yenə də kitabı yuxarı qaldırırıq. Hündürlük artdığı üçün deməli kitabın yerə nəzərən potensial enerjisi də artmalıdır. Cavabımız olacaq burada artar. Və üçüncü sual. Azər kitabı yuxarı qaldırdığı müddətdə havanın müqavimət qüvvəsinin gördüyü işin işarəsi necə olar? Bilirik ki, müqavimət qüvvəsinə qarşı görülən iş tam enerjinin dəyişməsinə bərabərdir. Yəni ilk halda tam enerji çıxar, son halda tam enerji. İlk halda tam enerjinin qiyməti 0 olacaq. Nəyə görə? Çünki kitab rəfdə birinci pillədədir, ən aşağıda. Yəni hərəkətsiz olduğu üçün kinetik enerjisi yoxdur, həm də yer səthində olduğu üçün potensial enerjisi də 0-a bərabərdir. Onda tam mexaniki enerjisi 0 olacaq ilk halda. Çıx. İkinci halda kitabı qaldırıb rəfdə üçüncü pilləyə qoyub. Üçüncü pillədə yenə də kitab hərəkətsiz olduğu üçün kinetik enerjisi yoxdur, amma yerdən müəyyən bir h hündürlüyə qaldırılıb deyənə həmin hündürlükdə onun müəyyən bir potensial enerjisi olacaq, mgh qədər. Bu fərq də bizə mənfi mgh verəcək. Yəni buradan göründüyü kimi müqavimət qüvvəsinin işarəsi mənfi alındı. Cavabımız bu qaydada olmalıdır. İkinci sual. Cismə şəkildəki kimi 3 qüvvə təsir edir. Bu qüvvələrin əvəzləyicisinin 2 metr yolda gördüyü işi hesablayın. İşi hesablamaq üçün ilk öncə biz cismə təsir edən qüvvələrin əvəzləyicisini tapmalıyıq. Şəkildən göründüyü kimi cismə təsir edən F1 qüvvəsi üfüqi istiqamətdə sağa, F2 qüvvəsi o da üfüqi istiqamətdə sağa, F3 qüvvəsi isə sola doğru təsir edib. Onda əvəzləyici qüvvənin tapılması qaydasına görə eyni istiqamətdə yönələn qüvvələrin əvəzləyicisini tapırıq ilk öncə. Yəni F1 ilə F2-nin cəmi və həmin cəmdən çıxmalıyıq nəyi? F3 qüvvəsini. Bu da bərabərdir. F1 və F2 qüvvələri 25 üstəgəl 10, çıxırıq F3 qüvvəsi 6. Buradan alırıq 29 Newton. Əvəzləyici qüvvənin qiyməti oldu 29 Newton. İndi bizə əvəzləyici qüvvənin gördüyü işi tapmaq lazımdır. İş də əvəzləyici qüvvə ilə yer dəyişmənin hasilinə bərabərdir. Qüvvənin qiymətini 29 tapdıq, yer dəyişməni də 2 metr verib. Onda cavabımız olmalıdır 58 joule. İkinci məsələdə cavabımız 58 joule olmalıdır. Baxırıq üçüncü suala. Üfüqi səthdə hərəkət edən avtomobilin dartı qüvvəsi 3 dəfə artırılır. Dartı qüvvəsi 3 dəfə artırılır və bizdən avtomobilin sürəti necə dəyişər soruşur. Biz güc üçün, maşın və mexanizmlərdə güc üçün M bərabərdir F düsturunu öyrənmişdik. Burada N mühərrikin gücü, F mühərrikin dartı qüvvəsi və də maşının sürəti. Buradan sürəti tapsaq, M bərabərdir F bölünsün V bərabərdir M bölünsün F. M bölünsün F ifadəsini alırıq. İndi mühərrikin gücü sabit olanda sürət dartı qüvvəsindən necə asılıdır? Tərs asılı qalır. Sürət dartı qüvvəsindən tərs asılı qalır. İndi bizdə məsələdə dartı qüvvəsi 3 dəfə artırılıb. Dartı qüvvəsi 3 dəfə artırılıbsa, demək ki, sürət 3 dəfə azalmalıdır. Cavabımız 3 dəfə azalar. Birinci sualın cavabı bu qaydadır. Sonra, avtomobilin kinetik enerjisi necə dəyişər? Kinetik enerjinin ifadəsi Y bərabərdir mv kvadrat bölü 2. Kinetik enerji sürətin kvadratından düz tənasib asılıdır. Biz artıq öyrəndik ki, sürət 3 dəfə azaldı. Sürət 3 dəfə azaldısa, demək kinetik enerji 9 dəfə azalmalıdır. Çünki kvadratından düz asılıdır.
9 dəfə azalmalıdır. Və üçüncü sual. Avtomobilin potensial enerjisi necə dəyişər? Üfüqi səthdə hərəkət edir avtomobil və potensial enerji də Y potensial bərabərdir mgh düsturundan təyin olunur. Üfüqi səthdə hərəkətdə cismlə yer arasındakı məsafə dəyişmədiyi üçün, hündürlük dəyişmədiyi üçün ona görə potensial enerji dəyişməz. Cavabımız olmalıdır, dəyişməz. Sonra dördüncü suala baxırıq. Gücü 200 at qüvvəsi, dartı qüvvəsi 7,36 kN olan avtomobilin kinetik enerjisini hesablayın. Avtomobilin kütləsini də bizə 2000 kq verib. Güc varımızdır, dartı qüvvəsi. Onda ilk öncə avtomobilin sürətini tapaq. M bərabərdir F-V düsturuna görə. Sürət bərabərdir gücü bölməliyik dartı qüvvəsinə. Avtomobilin mühərrikinin gücü 200 at qüvvəsi. Bu at qüvvəsini də wattla ifadə etsək, bir at qüvvəsi 736 vata bərabərdir. Onda 200 at qüvvəsi olacaq 200 vuraq 736 watt. Bölək mühərrikin dartı qüvvəsi. Dartı qüvvəsi də 7,36 kN-dur. Bunu newtonla ifadə etmək üçün 1000-ə vurmalıyıq. Edəcək 7360 newton. Buradan sıfırlar ixtisar getdə 736-ları da ixtisar aparırıq. Cavabımız alınacaq 20 metr bölək saniyə. Deməli, avtomobilin sürətini tapdıq. 20 metr bölünsün saniyə. İndi bizdən kinetik enerjisini istəyir. Kinetik enerji bərabərdir m v kvadrat bölək 2. Avtomobilin kütləsi 2000 kq. 2000 vuraq v kvadrat. 20 tapdıq sürəti, onun kvadratı 400 bölək 2. Buradan da cavabımız olacaq 400.000. 400.000 joule. 400.000 joule. Onu da megajoule-la ifadə etsək, milyona bölməliyik. Olacaq 0,4 megajoule. Cavabımız bu qaydada olmalıdır. Kilojoule-la yazmaq lazım olsa 1000-ə böləcək. Olacaq cavabımız 400 kilojoule. Sonra 5-ci sual. Havasız mühitdə müəyyən hündürlükdən sərbəst buraxılan cismin potensial enerjisi 10 joule azalıbsa, kinetik enerjisi necə və nə qədər dəyişib? Havasız mühit deyirsə, deməli burada hava yoxdur, müqavimət qüvvəsi yoxdur. Onda tam enerji saxlanmalıdır. Tam enerji dəyişməz. Tam enerji də potensial enerji ilə kinetik enerjinin cəminə bərabərdir. Potensial enerji 10 joule azalıbsa, onda kinetik enerji 10 joule artar. Kinetik enerji 10 joule artar. 6-cı sual. Yaydan müəyyən yük asdıqda o delta x qədər dartılır və potensial enerjisi y-yə bərabər olur. İndi sual verir bizə. Birinci əlavə olaraq bu yaydan bərabər kütləli ikinci yük asdıqda onun uzanması və potensial enerjisi nəyə bərabər olur? Biz ilk öncə tapaq ki, yəni yaydan əlavə olaraq ikinci eyni yükü bağlayıb asdıqda yayın uzanması necə dəyişir? Burada biz yaydan yük asdıqda bu yük yay sistemini uzadan, yəni yayı deformasiya etdirən qüvvə hansı qüvvədir? Aydın məsələdir ki, yükü aşağı istiqamətdə ona bir ağırlıq qüvvəsi təsir edir və yük də öz çəkisi ilə bağlandığı nöqtəyə təsir edəcək. Və bu zaman o yayı aşağı doğru uzadacaq. Yay da aşağı doğru uzandıqca yay boyunca yuxarı istiqamətdə bir elastik qüvvəsi yaranır. İndi yay uzandıqca həmin elastik qüvvəsinin qiyməti artacaq. Müəyyən bir müddətdən sonra yaydakı elastiklik qüvvəsinin qiyməti yaydan asılan yükün çəkisinə, yəni ağırlıq qüvvəsinə bərabər olarkən, bu zaman yük yay sistemi tarazlıqda qalacaq. Yük yay sistemi tarazlıqda qalacaq. Yəni yük yay sisteminin tarazlıqda qalması üçün yayda yaranan elastiklik qüvvəsi yükün çəkisinə bərabər olmalıdır. Hər iki qüvvənin ifadələrini yerinə yazsaq, yəni Kx bərabərdir mj şərti ödənməlidir. İndi buradan biz yayın uzanmasını tapsaq, x bərabərdir mj bölək k. İndi burada biz nə görürük? Yayın uzanması ondan asılan yükün kütləsindən düz mütənasib asılıdır. Yəni j sabit, k sabit, x m-dən düz asılıdır. Əvvəlcə bir yük asılmışdı, yayın uzanması delta x qədər olmuşdur. İndi məsələnin şərtində bizə dedi ki, ikinci eyni yükü assaq, yəni kütlə 2 dəfə artdığı üçün, onda yayın uzanması nə edəcək? 2 dəfə artacaq. Yəni x 2 dəfə artar. Uzanması 2 dəfə artar. Uzanması 2 dəfə artdığı üçün onda potensial enerjisi necə dəyişəcək? Potensial enerjisi də 4 dəfə artmalıdır. Nəyə görə? Çünki yaydakı potensial enerjinin ifadəsi y potensial bərabərdir kx kvadrat bölü 2 ifadəsindən təyin olunur. İndi biz təyin elədik ki, uzanma 2 dəfə artdı. Uzanma 2 dəfə artdısa onda potensial enerji
4 dəfə artacaq. Potensial enerji 4 dəfə artar. İndi əvvəlki halda, yəni ilk halda potensial enerjini bizə Y1 bərabərdir Y qədər vermişdi. Onda ikinci halda potensial enerjinin qiyməti olacaq 4Y, 4 dəfə artdığı üçün. Yəni, cavabımız bu şəkildə olmalı idi. Birinci əlavə olaraq bu yaydan bərabər kütləli ikinci yük asdıqda onun uzanması necə dəyişdi, onu təyin elədik. Uzanması 2 dəfə artdı. Bu birinci sualımız. Sonra və potensial enerjisi nəyə bərabər olacaq? Potensial enerjisi 4 dəfə artdı. 4 dəfə artdı. Yəni ilk halda Y idi, ikinci halda olacaq 4Y. Sonra ikinci sualda yayın potensial enerjisi və uzanması məlum olarsa, elastiklik qüvvəsini necə təyin etmək olar? Potensial enerjinin ifadələrini biz hamısını yuxarıdan qeyd edək. Y potensial bərabərdir kx kvadrat bölü 2, bu da bərabərdir. Digər ifadələrimiz fx bölü 2 var idi. Bir də f kvadrat bölünsün 2k var idi. İndi bizə deyir ki, şərtdə potensial enerjisi və uzanması məlum olarsa, elastik qüvvəsini necə müəyyən etmək olar? Onda biz istifadə edəcək burada fx bölü 2 düsturundan. Fx bölü 2 düsturundan. Potensial var, uzanma var. Onda buradan f'i taparıq. F bərabərdir 2y potensial bölünsün x. Və bu düsturdan elastik qüvvəsinin qiymətini təyin etmək olar. Və bu sualın cavabı da bu qaydada olmalıdır. 7-ci sual. Leyla ölçüləri və kütlələri bərabər olan iki kürəni müxtəlif hündürlükdən sərbəst buraxır. O, daha yüksəkdən düşən kürənin qumda digərindən daha çox batdığını müşahidə edir. Səncə bunun səbəbi nədir? Yüksək hündürlükdən buraxılan, yəni burada buraxılan anda bu kürə hansı enerjiyə malikdir? Maksimum potensial enerjiyə malikdir. Gəlib yerə dəyən anda isə həmin potensial enerji çevrildi nəyə? Kinetik enerjiyə. Yəni kürənin hərəkəti müddətində hansı enerji çevrilmələri baş verir? Kürənin potensial enerjisi çevrilir kinetik enerjiyə və o da quma batdıqca burada qumun müqavimət qüvvəsinə qarşı bir iş görür. O da sərf olunur işə. Yəni biz kürəni nə qədər yüksək hündürlükdən buraxsaq, o quma daha çox batacaq. Nəyə görə? Çünki yüksək hündürlükdən gəldikcə onun qumun səthinə dəydiyi anda kinetik enerjisi daha çox olacaq. Yəni nə qədər böyük enerji qazansa, onun iş görmə qabiliyyəti bir o qədər çox olacaq. Yəni iş görmə qabiliyyətinin çox olması, bu da yəni quma daha çox bata bilməsi deməkdir. Yəni potensial enerji kinetik enerji çevriləcək. Həmin kinetik enerjinin hesabına da, yəni qazandığı enerjinin hesabına da daha çox dərinə batacaq. Yəni daha çox iş görmə qabiliyyəti olacaq. İkinci sualda deyir ki, kürələr sərbəst buraxıldığından quma batıb dayanana qədər hansı enerji çevrilmələri baş verir? Artıq biz bunu izah etdik də, maksimal potensial enerjidə hündürlükdə olarkən potensial enerjinin qiyməti maksimum idi. Yerə dəyən anda potensialın maksimal qiyməti çevrildi kinetik enerjinin maksimal qiymətinə. Və yerə dəyən anda qazandığı enerjinin hesabına o quma batır. Nə qədər yerə dəyən anda daha çox enerji ehtiyatı qazansa, bu zaman daha çox quma batacaq. Yəni iş görmə qabiliyyəti daha çox olacaq. Yəni bu enerji çevrilmələri baş verəcək burada. 8-ci suala baxaq. Müayən müstəvi üzərində sərbəst buraxılan arabacıq müəyyən məsafə getdikdən sonra dayanır. Sual verir. Arabacıq sərbəst buraxılmazdan əvvəl hansı enerjiyə malik idi? Yəni arabacıq sərbəst buraxılmazdan əvvəl bu nöqtədə idi. Yerdən hündürlükdə olduğu üçün onun həmin nöqtədə bir potensial enerjisi var ancaq. Hərəkətdə olmadığı üçün kinetik enerjisi yoxdur. Potensial enerjiyə malikdir. İkinci sual. Arabacıq müayən müstəvi boyunca aşağı doğru hərəkət etdikcə hansı enerji çevrilmələri baş verir? Təbii ki, aşağı doğru gəldikcə hündürlük azaldığı üçün potensial enerjisi azalır və getdikcə sürətləndiyi üçün kinetik enerjisi artır. Yəni potensial enerji çevriləcək kinetik enerjiyə. Üçüncü sual. Arabacıq üfüqi səthdə hərəkət etdiyi müddətdə onun hansı mexaniki enerjisi azalır? Əlbəttə ki, kinetik enerjisi. Kinetik enerjisi. Üfüqi səth olduğu üçün potensial enerjisi dəyişmir və getdikcə sürtünmə qüvvəsi olduğu üçün sürtünmə qüvvəsinin hesabına onun sürəti getdikcə azalacaq. Sürətin azalması kinetik enerjinin azalması deməkdir. Dördüncü sual. Niyə arabacıq üfüqi səthdə bir müddət hərəkət etdikdən sonra dayanır? Bu zaman hansı enerji çevrilmələri baş verir? Artıq bunu dedik, dayanmağına səbəb səthlə arabacıq arasında sürtünmənin olmasıdır. Həmin sürtünmə qüvvəsi hərəkətin əksi istiqamətinə yönəldiyi üçün getdikcə onun sürətini azaldır.
Və sonuncu sual. Üfüqi hissəyə biraz qum səpdikdə arabacıq daha tez yoxsa daha gec dayanar? Qum səpdikdə sürtünmə qüvvəsi artacaq. Qum səpdikdə səthdə kərəkötürlük çoxalacaq deyənə sürtünmə qüvvəsi artacaq. Sürtünmə qüvvəsi artırsa deməli arabacıq daha tez dayanacaq. Yəni sürtünmə qüvvəsinin çox olması hərəkətin əksi istiqamətində yönələn qüvvənin daha çox olması deməkdir. Bu da sürəti daha tez azaldacaq. Sualların izahları bu qaydada olmalı idi.